Pasiyentimiz bizə Amerika Birləşmiş Ştatlarında, hansı ştatda yaşayırsan? Texas ştatı. Texas? Texas. Texas, tam total kolonoskopiya narkozsuz icra edirik. Özü də gülür, amma üzün görüntüləri bağlayarıq. Artıq sonudur. Mən istərdim ki, bu qardaşımız bizə Amerika səhiyyəsi ilə Azərbaycan səhiyyəsini müqayisə etsin. Bizə hamıca maraqlıdır. Çox sağ olun həkim qəbul edildiyiniz üçün. Ümumiyyətlə orada həkimə düşməyin çətinliyini nəzərə alaraq və anar doktorun profilini bir müddət gizləyirdim və qəbulun asanlığını həm də münasib qiyməti olduğunu nəzərə alaraq birbaşa oradan bura səfərimi planladım. Sağ olsun ki, qəbul elədi və hər bir şey asan şəkildə, ağrısız şəkildə həyata keçirilir və çox mehriban və dostpərvərdir. Ona görə də təşəkkür edirəm həkimə. Amerikan həkimləri belə mehribandırmı? Səmimidirlərmi? Heç də elə deyirlər belə. Və qəbula düşmək də dediyim kimi kifayət qədər çətindir və uzun müddət davam eləyir. Belə deyək də, Azərbaycan həkimi daha konkret. Elədir ki, var. Nə var? Ani olaraq deyər, ani olaraq müdaxilə edir. Elədir ki, var, bəli. Amerika səhiyyəsində tutaq ki, xəstə önə düşmək istəyirsə, tez randevu almaq istəyir, onda nə etməlidir və hansı durumda olmalıdır? Bu kifayət qədər böyük məbləğdən söhbət gedir artıq elə halda. Çünki və məbləği deyərkən təcili tibbi yardıma getməlisən. Təcili tibbi yardımda ən azından $10.000 üzərində bir məbləğdən söhbət gedir. $10.000 üzərində. Adi bir həkimə getmək və müayinənin keçirilməsi. Bəli. Əgər qısa zamanda bu müayinəni həyata keçirmək istəyirsənsə, elə bir məbləğdən söhbət gedir. Müayinə sonacaq. Çox sağ olun. Həqiqətən də yanında gördüyümüz kimi narkozsuz pasiyentimiz özü də danışır. Bəzən suallar ola bilər ki, necə olur müayinə ağrı olmadan tam şəkildə. Tam şəkildə müayinə də icra olundu. Nə də problemlərini də araşdırdıq daha doğrusu və müalicəni də verərik. İnşallah da gedərsən Texas ştatında fəaliyyətinə davam edərsən. Təşəkkürlər.